Mən ana qardaş, axır vaxtda nə müşahidə edirəm? Bu 6 ay bitib, çölə çıxan uşaqların, yəni volonterskiyə çıxan qardaşların bir çoxusu hamısının narazıçılığı, şikayəti, iş yoxdur, pul yoxdur, telefon istəyirəm, maşın istəyirəm. Mən bunları dəfələrlə danışıram ki, ay mənim qardaşlarım, səbirli olun da. Yəni biz illərdir dağda gəlmişik. 6 ayın ərzində bunu restoran eləmək mümkün deyildi. Buna zaman lazımdır. İnşallah ki olacaq da. Danışırsan düzdür. Bir çoxlarına qəbullanırlar. Amma üstündən bir-iki gün keçməmiş yenə də ümidsiz. Yox biz sağlam deyilik, yox həmişə biz belə olacaq. Heç vaxt bizə inam, etibar olmayacaq, pul qazanamayacağıq. Və bunları öz həyatımızdan danışıram. Yadıma gəldi ana bizim özümüz. Vaxt var idi mən gəldim sənin yanıma deyirdim ana. Biz narkoman kimi adımız çıxıb. Mən heç nə olmayacaq, hər şeyimiz getdi əlimizdə. Sən həmişə mənə dedin səbirli ol, səbirli ol. Və bir günkü gündə biz ağ kağızdan hər şeyə yenidən başladıq. Min şükür olsun ki, hansı ki, mən ağlıma gəlməz idi ki, mən yenidən özümə bu cür həyat quraram. Allahıma çox şükürlər olsun ki, mən nə istədimsə Rəbbim mənə onu verdi. Ailəmdə də vəziyyətim yaxşı oldu. İşimdə də bugünkü gündə. Yəni, hər tərəfdən ətrafımın mənə baxışı, qohumların mənə baxışı, inamı, etibarı əvvəlkindən də artıq olmağa başlayır. Deməli, məsələ nədir? Bilirsən, bu daxili boşluqlar da, yəni daxildə olan boşluqlardan gəlir ki, çıxandan sonra, məsəl üçün bizdə necədir? Mən çıxandan sonra mərkəzdə oturub bir anlıq fikirləşirim ki, vaxt ikən uşaqların çoxuna deyirəm. Deyirəm, pulumuz da müəyyən, pulumuz da olub, maşın da olub, yəni hər bir şey olub da. Bəs bu boyda oyunları niyə çıxartmısınız? Yəni gəlib niyə narkoman oldunuz? Niyə qumarmaz? Niyə alkoqolik oldunuz? Deməli, nədir? Sən daxilindəki ruh halın düzgün deyil. Yəni sənin daxili sostoyaniya deyək də, halın düzgün deyil. Sən həyatın lazım olan istiqamətlərdən, lazım olan şeylərdən o sevgini, o həyat eşqini götürəmirsən. Məsələn, mərkəzdən çıxandan sonra həyatında narkotik yoxdur. Bir böyük boşluq var. O boşluğu doldurulası çox gözəl bir yerlər var. Məsələn, sən qayğıdır, xidmətdir, valideyn haqqıdır, cəmiyyətdə olan məsuliyyətindir, hörmətin, izzətin, etibarın. Sən bunları yavaş-yavaş qaytarmalısan. Sən öz cəmiyyətdə müəyyən, yəni çalışdığın, birinci növbədə qarşıma qoyduğun hədəf sənin cəmiyyətdə özünə status qazanmalısan. Sən urvinin olmalıdır, sən gəlib müəyyən bir istiqamətə çatmalısan. Sən düzgün, yəni Allahın yolunu getdikcə, yəni düzgün istiqamətlə. Proqram sənə nədir? Proqram mənəvi inkişaf proqramıdır. İnsanın da mənəvi inkişafa necə gəlib çatır? Allahın getdiyi yolla deyək, günahsız, haramsız, yalansız, palansız, dürüst həyat yaşadıqca. Sən bu dürüst, yalansız, palansız, özünü aldatmadan həyatını yaşadıqca, plan üzrə hərəkət elədikcə, hədəflər və məqsəd, xırda-xırda məqsədlər, hədəflər qoymalısan. Sən çıxmısan mərkəzdən, əynində 20 manatlıq şalvar alamısan, mən qalinvay sürəcəm, mən nə edəcəm? Əlbəttə ki, sən o gözləntilər qurdun, sən o gözləntiyə bir həftə, 10 gün, bir ay çatmırsan, ya mən gedib iş tapacam, mən 1000 manat, 2000 maaş alacam. O da mümkün olası bir şey deyil. Sənin birinci o maaşı almaq üçün, o pulu qazanmaq üçün birinci sən normal baş lazımdır. Yəni müəyyən cəmiyyətdə sən status lazımdır. Müəyyən bir özünə hörmət qazanmalısan. Sən o hörmətin yoxdursa, heç bir şey yoxdursa, sən o pulla, nə iləsə almağa da baş yoxdur ki, gedib o pulu qazanasan, nəsə eləyəsən. Nə eləməlisən? Sən birinci növbədə proqramla getməlisən. Sənin daxili halın qaydasına düşməlidir. Sən özü düzgün gün ərzində hər gün özünü düzgün analiz eləməlisən. Sağlam insanların ətrafında olmalısan. Bu həyatı keçib özünə bir müəyyən həyatında status qazanan insanların ətrafında olmalısan, onların həyat təcrübələrindən yararlanmalısan və beləcə də davam eləməlisən. Belə davam elədikcə əlbəttə ki, gəlib müəyyən istiqamətə çatasan, amma tez tələsməklə olmur bu. Tələsə ona görə heç bir şey alınmır. Ayılırsan ki, ya türmədəsən, ya nə bilim xəstəxana, yəni yenə reabilitasiyadasan, oturmusan hamıya salam, 2 gün ayıqam, 5 gün ayıqam. Budur. Bir də ən çox mən axır vaxtda nəyi müşahidə edirəm, qardaş? Oturursan pasiyentlə söhbət edirsən, mərkəzin içində deyirsən, qardaş, sən şu vaxtı bitirmirsən, könüllüsən, volontyor kimi xidmət göstərib edibbiz ki, mənəviyyatımız artsın. Yox, bu işi demə, iş tapmışam, tanışım var, gelib işləyəcəm, öz beynində hər şey düzüb qoşdu. Bu adam bilmir ki, bunun getdiyi yerdə bu aslı insandır, həssas insandır, bunu hər söz toxuna bilər. Getdiyi yerdə kollektiv necədir, iş necə olacaq, onu bilmir.
Söhbət Gedir bitir. orada işləyir, işləyən kimi 2 gündən sonra başqa işdən də çıxır. Pis hisslər də gəlir, yenə də məndə alınmadı, yenə mənki belə gətirdi, narkotik yerində bundan yaxşıdır. Qardaş, axı biz deyirik, bir il işləmək olmaz. Bir il səbir etməlisən, bir il sən dözməlisən. Heç vaxt sən istəyən kimi olmayacaq. Bugünkü gündə mənim hər şey mən istəyən kimi deyil. Mən hər şeyimi Allaha həvalə eləmişəm. Mənim Allahım mənə buyurduğu kimi yaşayıram. Və öndə gedənlərə qulaq asıram. Bugünkü gündə onun faydasını görürəm. Bunların bir çoxunun problemi tələskənliyidir. Daxilində olan boşluq var. O boşluğu elə bilir ki, bu maşınla, pulla, nə bilim, mızla, nə bilim, belə şeylərlə dolduracaq. O da dolmur. O da müəyyən bir müddətdir, yəni müəyyən bir zaman kəsiyində hə, dola bilər. Getdin özü şalvar aldın, nə bilim, telefon aldın, nə bilim, izo münasibət yaşayıran. Ondan sonra düşürsən boşluğa.